dostlar, belə bir məsələ təqdim etmək istəyirəm. Piramidadır. Piramidanın yan tilləri cüt-cüt bir-birinə perpendikulyardır. Görürsünüzmü? Digər tərəfdən də yan tillərin uzunluqları nisbəti belədir. Bu piramidanın həcmi 40 olarsa, yan tillərin uzunluqları cəmini tapın. Deməli, biz bu məsələni rahat həll etmək üçün mən sizə belə bir analoji sxem təqdim edirəm. Yəni biz bunu tərsinə çevirsək, görürsünüzmü? Yan tillər indi bunlar olacaq. Və bunu da biz hər tilə paralel çəkməklə belə bir düzbucaqlı paralelepipede çevirə bilirik. Tamamlayıram. İndi düzbucaqlı paralelepipedin həcmi bilirsiniz ki, A, B, C tərəflərin hasilidir. Aydındır ki, alınan bu piramida bu düzbucaqlı paralelepipedin baxın yarısının 1/3, yəni 1/6 olacaq. Onda biz yaza bilərik. Deməli, piramidanın həcmi A, B, C bərabər, düzbucaqlı paralelepipedin həcmi bərabərdir A, B, C. A da bizdə 2K-dır. 2K vuraq 3K vuraq 5K bərabərdir 30K kubu. K kubu. Aydındır ki, bu paralelepipedin həcmi piramidanın həcmindən 6 dəfə çox olacaq. Deməli, 6 vuraq 40. Buradan da biz həll eləsək, baxırsınız, gedir. Burada K olacaq 2. K-nı tapdım, K2-dir. Onda deməli, AC, AS üstəgəl SB üstəgəl SC bərabərdir. 2-ni 2-yə vururam 4. Bilirsiniz ki, bu 2K, bu 3K, 5K, 4. Sonra 6, sonra 10. Eləyir neçə? 20. Deməli, yan tillərin uzunluqları cəmi 20-dir. Düzgün variant Y-dir. Sağ olun.